Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində Nazirlərin 11-ci, Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində Nazirlərin 3-cü iclasları keçirildi. Tədbirdə həm də yaşıl enerji ilə bağlı mühüm məsələlərə toxunuldu. Azərbaycan Prezidenti çıxışında vurğuladı ki, biz Cənubi Qafqazdan Avropa İttifaqı arasında yaşıl enerji dəhlizinin qurulması üzərində çalışırıq. Bütün bu məsələləri Energetika Nazirinin müşaviri Zəminə Əliyeva ilə birlikdə müzakirə edəcəyik. Xoş gördük Zəminə xanım. Zəminə xanım, bilirik ki, bu tədbirin təşkilatçısı Energetika Nazirliyi oldu. Ötən, ümumiyyətlə, keçən həftə bu keçirilən tədbir əvvəlki illərlə keçirilən tədbirdən nə ilə fərqləndi və hansı mövzular daha çox aktual oldu? Bəli, bu dəfəki toplantı Azərbaycan Avropa İttifaqı ilə bərabər 20-dən çox ölkə, 52 enerji şirkəti və Beynəlxalq Maliyyə İnstitutunun iştirakı və Məşvərət Şurasının prioritetlərini artıq Cənub Qaz Dəhlizi ilə yanaşı yaşıl enerji dəhlizləri ilə genişləndirməsi, yeni layihələrlə tərəfdaşlıq əlaqələrinin qurulması, bir sözlə bu formatın genişləndirilməsi ilə yadda qaldı və bu toplantı bir daha göstərdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü olaraq 11 il əvvəl Cənub Qaz dəhlizi ilə irəli sürülən Məşvərət Şurası nəinki öz missiyasını yaşıl enerji ilə, yaşıl enerji dəhlizləri ilə zənginləşdirir, eyni zamanda enerji keçidi və enerji təhlükəsizliyi məsələlərini uğurla inteqrasiya edir və Azərbaycanın enerji təchizatında strateji rolunu gələcəkdə də davam etdirməsi üçün zəminləri hazırlayır və bunu təmin edir. Və bu toplantıdan digər iclaslardan, əvvəlki dönəmdəki iclaslardan fərqi ondan ibarətdir ki, Məşvərət Şurasının bu toplantıları hazırda müasir geosiyasi qeyri-müəyyənlikləri bir fonunda və baş tuturdu. Yəni bu qeyri-müəyyənliklərlə əlaqədar olaraq Avropa ölkələrinin enerji təchizatında müəyyən problemlər müşahidə olunur və eyni zamanda enerjiyə tələbatda artım baş verir və bütün bu hadisələrin, reallıqların fonunda Məşvərət Şurasının bu dəfəki iclasları baş tuturdu və burada da əsas çağırışlar ondan ibarət idi ki, təbii qaz enerji balansının əsas komponentlərindən biri olaraq uzun müddət enerji təhlükəsizliyinin təminatında strateji rolunu qoruyub saxlayacaq və bununla əlaqədar olaraq Avropa İttifaqının deməli, təbii qazın inkişafını məhdudlaşdıran siyasətinə korrektələr etməsi vacibdir və bu məqam dövlət başçısının çıxışında da xüsusilə qeyd olundu və bildirildi ki, əgər maliyyə təsisatları, beynəlxalq maliyyə təsisatları upstream layihələrinə, yəni hasilata və qaz nəql etmə layihələrinə, maliyyələrini davam maliyyələşdirmə siyasətlərinə baxmalıdır. Əks təqdirdə bu problemlərlə müşahidə olunacaq. Çünki biz vaxtaşırı belə görürük ki, bəzi ölkələr problemlərlə üzləşir qaz təchizatında və ehtiyaclarını təmin edə bilmirlər. Amma qaz istehsal edən ölkələr isə bu məhdudiyyətlərlə əlaqədar olaraq əlavə tələb olunan artımları vermək iqtidarında olmurlar. Demək olar ki, bu toplantı paralel iki mövzuda gedirdi. Həm Cənub Qaz Dəhlizinin inkişafı, Azərbaycandan qaz tədarükünün artırılması, eyni zamanda yaşıl enerjinin Avropaya ixracı üçün yeni dəhlizlərin reallaşdırılması, həyata keçirilməsi istiqamətində gedirdi ki, bu da Azərbaycanın öz enerji siyasətini necə diversifikasiya etdiyini, həm yaşıl mənbələr, həm qaz və bu mənbələrin, yaşıl mənbələrin eyni zamanda müxtəlif marşrutlarla Avropaya çatdırılması üzərindəki işlərini göstərirdi. Böyük bir maraqla qarşılanırdı. Zəminə xanım, bir məsələndə soruşmaq istəyərdim. Ümumiyyətlə, yaşıl enerji layihələrinin inkişafı ilə bağlı Azərbaycanın hazırki strategiyasını necə qiymətləndirirsiniz? Ümumiyyətlə, enerji təhlükəsizliyi və enerji keçidi arasında hansı balansı qorumaq vacibdir? Ümumiyyətlə, balans hər zaman önəmlidir və Azərbaycan enerji siyasətini fərqləndirən xüsusiyyət də ondan ibarətdir ki, uzun illər ərzində Azərbaycanın enerji siyasəti mənbələrin və marşrutların şaxələnməsinə və bütün enerji resursları arasında bərabər hüquqlu yanaşmaya əsaslanıb ki, bu da təcrübə də göstərişlər enerji böhranları və müasir reallıqlarda ölkələrin üzləşdiyi problemlər də göstərir ki, balans önəmlidir və hər iki sahəni
Azərbaycan bərabər sürətdə inkişaf elətdirir və yaşıl enerji siyasəti də bu gün həm Azərbaycanın zəngin yaşıl enerji potensialının reallaşdırılmasına və bunun əsasında ölkənin enerji balansının şaxələndirilməsinə yönəlibsə bir tərəfdən, digər tərəfdənsə bu resursların müxtəlif marşrutlar, dəhlizlərlə Avropa ölkələrinə deməli ixracına, tədarükünə istiqamətlənib və bu gün demək olar ki, çox yaxşı şəkildə həyata keçirilir yaşıl enerji siyasəti. Belə ki, 2030-cu ilə qədər elektrik enerji istehsalında qoyuluş gücünün 30%-ə çatdırılması hədəfini biz artıq həyata keçirdiyimiz layihələr vasitəsilə yeniləyirik. Bu göstərici artıq 2027-ci ildə 10 stansiyanın istismara verilməsi ilə 33%-dən çox bir rəqəmə yüksəlir. 2030-cu ildə isə 38%-ə çatır ki, bu da 2700 meqavat gücündə günəş külək elektrik enerji stansiyalarının şəbəkə inteqrasiyası deməkdir. Bunun nəticəsində təkcə elektrik enerjisinin istehsalı deyil, eyni zamanda 1,5 milyard kubmetr qazın qənaəti deməkdir ki, bu da Avropaya qaz tədarükünün daha bir alternativ mənbəsidir. Yəni bu enerjidən, yaşıl enerjidən istifadə etməklə və bu gün yaşıl enerji dəhlizi layihələri halbuki Məşvərət Şurasının da əsas prioritetlərindən idi. Bilirsiniz, 4 layihə üzrə, artıq 4 istiqamət üzrə işlər görülür. Bunlardan biri Xəzər dənizi, Qaradəniz, Avropa yaşıl enerji dəhlizi layihəsidir ki, bu layihədə Azərbaycan, Gürcüstan, Rumıniya, Macarıstan təmsil olunur və Bolqaristan da bu layihəyə qoşulmaq üzrədir və bu layihə üzrə Xəzər dənizinin zəngin yaşıl enerji potensialının işlənməsi çərçivəsində birinci mərhələdə 4 giqavat yaşıl enerjinin Avropaya tədarükü nəzərdə tutulur ki, Məşvərət Şurası zamanı da nazirlərin bu xüsusda toplantısı oldu və müəyyən tapşırıqlar verildi. Texniki iqtisadi əsaslandırmanın artıq ilin ortasında yekunlaşdırılması planlaşdırılır və bizə artıq bu proses yekunlaşanda biz artıq nəticəni, müəyyən bir mənzərəni görməyə imkan verəcək ki, hansı istiqamətlərdən, hansı həcmlərdə, hansı deməli layihəni inkişaf etdirmək olar. Və ikinci bir layihə addım bu tədbirdə ondan ibarət oldu ki, Mərkəzi Asiya ilə Azərbaycan arasında deməli yaşıl enerji xətlərinin qurulması layihəsidir ki, bu keçən il COP çərçivəsində ali səviyyədə hər iki ölkənin Azərbaycan, Qazaxıstan, Özbəkistan prezidentləri səviyyəsində hökumətlərarası saziş imzalanmışdı. Bu tədbirdə isə Asiya İnkişaf Bankı, Asiya İnfrastruktur və İnvestisiya Bankı tərəfindən bu layihələrin texniki iqtisadi əsaslandırılmasının maliyyələşdirilməsinə dəstək ifadə olundu və sənəd imzalandı və bu da imkan verir ki, tezliklə bu layihənin də texniki iqtisadi əsaslandırılmasına başlansın və digər bir vacib layihə üzrə addım atıldı. Bu da Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqaristan arasında yaşıl enerjinin ötürülməsi və ticarəti üzrə anlaşma memorandumunun imzalanmasıdır ki, bu da deməli daha bir yaşıl interkonnektor üzrə, dəhliz üzrə işlərə başlanmasına start verirdi. Və gördüyünüz kimi çox şaxəli bir siyasət həyata keçirilir. Daha bir layihənin də xüsusi adını çəkmək istəyərdim ki, bu da Naxçıvanın zəngin yaşıl enerji potensialının Türkiyə vasitəsilə növbəti mərhələdə Avropaya ötürülməsini nəzərdə tutan bir layihədir və texniki iqtisadi əsaslandırma bununla əlaqədar həyata keçirilir və göstərilir ki, hazırda Naxçıvanın iqtisadi potensialı 6-7 giqavat arasındadır ki, bu da imkan verir ki, deməli, enerji ixracını təmin etmək mümkün olsun. Eyni zamanda təbii ki, biz burada nəyi görürük? Təkcə bu müxtəlif biz interkonnektorlar, dəhlizlər vasitəsilə enerji tədarükünü şaxələndirməsini həyata keçirmirik. Eyni zamanda bu ölkələr arasında enerji körpüsünün qurulmasını ehtiva edir. Mərkəzi Asiyadan Azərbaycan arasında, Azərbaycandan Türkiyə, Avropa, yəni bütün bu layihələr fərqli layihələr olsa da son anda bunların bir əlaqələndirilməsi, vahid bir platformaya çevrilməsi perspektivləri var ki, bu da təkcə
deməli, Avropa ölkələrinin, region ölkələrinin enerji təhlükəsizliyini gücləndirmir, eyni zamanda enerji keçidinə öz töhfəsini verir, həm də ölkələri bir-biri ilə inteqrasiya edir, əməkdaşlıq əlaqələrini gücləndirməsi deməkdir. Biz bilirik ki, hədəflərdən biri də qeyd etdiyimiz kimi Azərbaycanın Avropa İttifaqı ilə enerji sahəsindəki nailiyyətlərini əldə etmək, ümumiyyətlə eyni hədəflər qoymaq ortaya və s. Ümumiyyətlə əməkdaşlığı, xüsusilə də bərpa olunan enerji sahəsində ümumiyyətlə bu inkişafı necə xarakterizə etmək olar? Bugün Avropa İttifaqı ilə Azərbaycan arasında enerji əməkdaşlığı, strateji tərəfdaşlığı əsaslanır. Bilirsiniz, uzun illərdir, 2006-cı ildə ilk dəfə bu tərəfdaşlığın əsası qoyulmuşdur və 2022-ci ildə Avropa İttifaqı ilə Azərbaycan arasında enerji tərəfdaşlığının yeniləyən bir sənəd imzalandı və bu sənəd artıq nəinki təbii qazın tədarükünün artırılması üzrə əməkdaşlığı ehtiva edirdi, eyni zamanda geniş yaşıl gündəliyi özündə əks etdirirdi. Və bu çərçivədə siz bilirsiniz, bir tərəfdən Azərbaycan etibarlı qaz təchizatçısıdır Avropanın və bu tədbirlərdə də bir daha bu yüksək səviyyədə vurğulandı və mən bunu xüsusilə diqqətə çatdırmaq istəyərdim ki, bütün məhdudiyyətlərə baxmayaraq Azərbaycan qaz təchizatına başladığı illə müqayisədə 2024-cü ildə Avropaya qaz təchizatını 57%-dən çox artırdı və bunu 13 milyarda qədər artırdı ki, bu da və eyni zamanda təchizat coğrafiyasını 12 ölkəyə qədər genişləndirildi ki, bu da Avropanın enerji təhlükəsizliyi üçün mühüm hadisə idi, mühüm töhfə idi və bu gün yaşıl enerji dəhlizlərinin reallaşdırılmasına biz həm o tədbirlər zamanı və eyni zamanda da bu dəhlizlər üzrə sənədin imzalanmasında da Avropa İttifaqının yüksək səviyyədə təmsil olunması ilə görürük ki, maraqları böyükdür və deyim ki, Xəzər-Qaradəniz yaşıl enerji dəhlizi üzrə indiyə qədər 10-ə yaxın iclas keçirilib və onun hər birində Avropa İttifaqı yüksək səviyyədə təmsil olunub. Bu da onların marağından bu layihələrə xəbər verir. Çünki bilirsiniz, bu layihələrin son nöqtəsi Avropa ölkələridir və burada olan enerji məhz bu dəhlizlərlə Avropaya yönəlib və təhlillər də göstərir ki, gələcək illərdə Avropanın elektrik enerjisinə çox böyük ehtiyacı və tələbatı olacaq və Azərbaycan da bu enerjini məhz böyük həcmlərdə enerjinin əsas mənbəyidir. Aydındır. Zəminə xanım, bir məqamda soruşmaq istəyərdim. Ümumiyyətlə, bərpa olunan enerji mənbələrindən istifadə eləyərək Azərbaycanın daxili enerji tələbatını qarşılamaq və yaxud da ki, eyni zamanda ixrac imkanlarını artırmaq mümkün olurmu? Ümumiyyətlə, mümkündürmü? Mən sizə artıq vurğuladım ki, deməli, biz enerji qoyuluş gücündə mərhələli bir yanaşmanı əks elətdirir bizim yaşıl enerjinin inkişafı ilə bağlı siyasətimiz. Bunun birinci mərhələsi 2027-ci ildə tamamlanır ki, bu şəbəkəyə artıq qeyd etdiyim kimi deməli 2010 meqavat güclərin inteqrasiyasına ehtiva edir və bu zaman deməli istehsal olunacaq güclər və növbəti mərhələ isə dediyim kimi 2030-cu ildə əlavə 700 meqavat cəlb olunacaq. Bilirsiniz necədir? Yalnız təhlillərdə göstərir ki, yalnız yaşıl enerji ilə enerjiyə tələbatı ödəmək mümkün deyil. Yəni bu bilirsiniz yaşıl enerjinin xarakterindən gələn məsələlərdir. Ona görə də balans olmalıdır və yaşıl enerji Azərbaycanın belə desək həm enerjiyə tələbatının ödənilməsində, eyni zamanda ixrac siyasətində qeyd etdiyim kimi balanslaşmaya əsaslanır. Yəni qaz da birlikdə həyata keçirilməlidir. Çünki yaşıl enerji hər nə qədər dayanıqlı enerji növü hesab edilsə də, ətraf mühitə dost, belə desək, ekoloji cəhətdən təmiz enerji növü olsa da, onun təbiətində bir dəyişkənlik var və bu dəyişkənlik mütləq balanslaşmanı, təbii qazla balanslaşmanı təmin edir ki, ona görə də biz hesab edirik ki, bu tədricən tam şəkildə bərpa olunan enerjiyə əsaslanmış enerji sistemlərini təsəvvür etmək mümkün deyil. Yəni, təkcə ölkə Azərbaycanda deyil, dünyada da belədir. Çünki bu çoxlu risklər deməkdir. Ona görə də etibarlı dayanıqlı enerji təchizatı bərpa olunan enerjinin payını artırmaqla yanaşı, bu qazın da deməli enerji balansında olmasını təmin edir. Bir də eyni zamanda buradan diqqət nəzərə alması məsələlərdən biri məhz şəbəkənin enerji güclərini
qəbul etməyə hazır olması ilə bağlı məsələlərdir. Və çünki bu istiqamətdə də bizdə güclü işlər gedir. Şəbəkə inteqrasiyası ilə, yeni güclərin inteqrasiyası ilə əlaqədar şəbəkələrin modernləşməsi tədbirləri görülür və təhlillər nəticəsində biz təhlillərə baxaraq yeni güclərin də şəbəkəyə qoşulması üzərində fikirləşirik və getdikcə zaman-zaman bu faizlər, paylar artacaqdır. Amma dediyim kimi bu balanslanmışma əsasında olmalıdır. Çünki tək bir mənbədən asıllıq deməli enerji təhlükəsizliyi üçün arzu olunan deyil. Bu riskli bir yanaşma olardı. Ona görə biz deyirik ki, diversifikasiyanın alternativi yoxdur və Azərbaycanın enerji siyasəti də istər daxili tələbatın ödənilməsində, istər ixrac məsələlərində bu prinsipə əsaslanır. Aydındır. Bəs yaşıl enerji təşəbbüsünün maliyyələşdirilməsi istiqamətində vəziyyət necədir? Ümumiyyətlə, nə deyə bilərsiniz bundan bağlı? Bu proseslərə artıq indi başlanırlar. Dediyim kimi, hələ yaşıl enerji, əgər biz ixracla bağlı deyiriksə və yaxud da ki, daxildəki layihələr, bu iki fərqli yanaşmadır. Daxildəki layihələr indiyə qədər 2,7 milyard dollar investisiya deməli təmin edilib. 10 elektrik stansiya, külək günəş elektrik stansiyası üzrə işlərə və bunların əksəriyyəti xarici investisiyalardır. Bilirsiniz, burada beynəlxalq şirkətlər bu layihələrin həyata keçirilməsində iştirak edir və bu bir daha göstərir ki, Azərbaycanda investisiya mühiti beynəlxalq investorlar tərəfindən məqbul hesab edilir ki, maraq var bu layihələrin maliyyələşdirilməsinə. Eyni zamanda bu yaxınlarda gördünüz, Dünya Bankı tərəfindən də deməli layihələrin şəbəkə inteqrasiyasına maliyyə vəsaiti ayrıldı. İxrac layihələri isə yeni mərhələdədir və texniki iqtisadi qeyd etdiyim kimi bir çox layihələr üzrə maliyyələşdirmə yəni texniki iqtisadi əsaslandırma həyata keçiriləndən sonra artıq icra mərhələsinə başlanılacaq və bu istiqamətdə də biz Avropa İttifaqı ilə sıx işlənilir ki, bu dəhlizlərə Cənub qaz dəhlizində olduğu kimi ortaq maraqlar layihəsi statusuna verilməsinə nail olsun və Avropa İttifaqının 10 illik inkişaf deməli proqramları var ki, bu layihələr həmən o proqramda əksin olsun ki, maliyyə vəsaitləri ilə təmin olunsun. Bu sonraki mərhələnin demək olar ki, vəzifələrdir, addımlardır. Amma hesab edirəm ki, bu tədbirdə biz müşahidə elədik Avropa banklarının, maliyyə təsisatlarının, Avropa İttifaqının böyük marağını və maliyyələşdirməyə onlar böyük maraq ifadə edirlər və inanırıq ki, gələcəkdə onlar bizim bu istiqamətdə tərəfdaşlarımız olacaqlar. Aydındır. Çox sağ olun, təşəkkür edirəm. Qeyd edim ki, biz Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində Nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində Nazirlərin 3-cü iclaslarının gündəliyində olan məsələləri müzakirə etdik. Qonağımız isə Energetika Nazirinin müşaviri Zəminə Əliyeva idi.